25-ci turda oyun çıxarda bilmədilər Ruslan. Zirəyə 0-2 hesabı ilə uduzdular. Hətta Qurban Berdiyev belə mətbuat konfransında məğlubiyyəti qəbul elədi. Etiraf elədi ki, rəqib bizdən güclü idi. Bəli, həmin günü qələbəyə layiq idi. Bəli. Bax, Rəşad Sadıqovun da tutmaq olmur. Rəşad Sadıqovun oyun üslubunu, oyuna yanaşmasını kubokda rahatlıqla demək olar ki, düzdür, hesab onu deməyə əsas verir. Meydanda mübarizə var idi, Bəli. döyüşdülər. Yəni Araz Naxçıvan çətin, asan keçmədi. Asan keçmədi. Amma hesaba baxanda görürsən ki, tamam fərqli bir mənzərə var. Çempionatdakı məhsuldarlığı kubok yarışlarında göstərə bilmədi. Araza qarşı heç bir qol da belə vura bilmədi. Amma gəlir çempionat maçlarında elə oyunlarda qalib gəlir. Məsələn, Qarabağla comeback. Bəli. Turanı səfərdə, Turan Tovuzu səfərdə 2 cavabsız qolla məğlub eləmək. Yəni burada da Rəşad Sadıqovun taktikası mı deyim, oyuna yanaşması mı deyim, köklənməsi mi deyim və yaxud hazırlığı mı deyim, çaşdırır bizi də, futbol ictimaiyyətini də. Və burada bilmirəm, qeyri-stabillik düşünmək olar Zirə üçün, amma baxırsan ki, komanda ikinci yerdədir. Yəni bundan gözəl nəticə nə ola bilər? Deyil, İsmail, bilsən necədir o? Ya digər komandaların stabil olmaması ilə ümumi planda çempionat gedişatında, kubok məsələn yarışında, bu da istər-istəməz Zirənin lehinə işləyən amillərdəndir. Həm də Zirə komandası elə bir komandadır ki, qardaş, hər dəfə nəsə bir kreativliyinə və yaxud da hansısa bir oyunda tutaq ki, fikirləşirsən ki, bu oyunda nəsə bir şey gözləmək olmaz. Baxırsan, görürsən ki, məsələn, çıxır, elə oynayır. Həm də oyuna yanaşma var, oyuna hazırlıq var. Oyuna yanaşma. Sən fikirləşirsən, deyirsən ki, bu oyunda mən çıxacam, oynayacam və bu oyunda bütün o detallı şəkildə məsələn bütün o planla götürəndə mən üstələyirəm rəqib komandanı və potensial və düşündüyüm o planımın hamısı oyunun gedişatında icra olunacaq, elə bir şey də yox. Ay sağ ol, gözləyirsən ki, belə olacaq. Hə, məsələn də yenə də götürərəm. Elə olsaydı onda PlayStation oynayardı da. Yəni bilmək olmur. Biz məsələn Zirə komandasının gəlib səfərdə Tovuzu udmağına oyundan qabaq desələr ki, 0 məğlub edəcək. Mən məsəl üçün biraz şübhələ bilirdim. Heç Rəşad Sadıqov belə inanmaz. Rəşad Sadıqov belə inanmaz. Bəlkə bir xal götürər, çünki Tovuz bu dəqiqə yəni evdə Timboli o tamaşaçılar qarşısında, fanatlar qarşısında elə bir futbol sərgiləyir, lap uduzsa belə, yəni o balişiklər hansı ki fanatların hesabına oradakı ömür bu. Səncə erkən qol, penalti qolu təsir elədi-mi oyunun gedişatına? Palubomu hara fırlasan qardaş, ilk Təsiri var. dəqiqələrdən qolu buraxdınsa komandaya təsir göstərir. İsa Cibrillah növbəti dəfə fərqləndi, mövsümün ən yaxşılarından biridir, gəlin etiraf ilə Zirənin heyətində. İsa Cibrillah ilə mediada yazılanlara oxusaq, deyilənə görə Fənərbağçı yaxından maraqlanır. Mourinho'nun görmək istədiyi futbolçudur. Bəli, deyir, rəsmi təklif almamışıq, yalnız təklifimiz Dinamo Kiyevdən olub, ola bilsin mövsümün sonunda geçsin. Bəli. Amma İsa Cibrillah'ın yaxşı formada olduğunu mütləq demək lazımdır. İsa Cibrillah, Salif Usuma, ümumiyyətlə bugünkü Zirənin heyəti və hücum potensialı əvvəlki verilişdə də dedik ki, ötən mövsümlə müqayisədə köklü sürətdə yaxşılığa doğru seçilir. O qoyduğu sistem, baş məşqçinin orada işini də vurğulamaq lazımdır ki, keçən ilki Zirəyə yenə də baxanda bu ilki Zirə məsələn elə futbol oynadır ki, o da hansısa bir sistemi var. Rəşad müəllimin özünün də öz oyun fəlsəfəsi var, öz oyunun məsələn taktikası var ki, hansı ki bilir ki, uzacam, yaxşı oynamayacam, amma mən hansısa bir şəkil var və o şəkil, o plan üzrə mən bunu getməliyəm. Qarabağı neçə illər məsələn 2008 idi, 2009-dan yoxsa 2014-ə qədər 6 il qurban vəziyyət çəkdi. Yalnız bir kuboku var idi. Yəni rəhbərlik inanır. İkinci ya üçüncü mövsümdə. Sən hansısa bir oyun üslubuna malik olmaq istəyirsənsə və bilirsən ki, sən bu sistemi 2 il, 3 il ərzində, 4 il ərzində rəhbərlik sənə dəstək olur, sənə inanır, sənə poddeşka olur. Sən bunu eləmək istəyirsən və sonda da bunu görəcəksənsə, ona görə də ona doğru gedirsən. Rəşad Sadıqov amili bu komandada böyük rol oynayır. Sənin sözünə qüvvət. Onu demək istəyirəm. 3, 4, 5 mövsüm öncə Zirə harda idi? Nə uğrunda yarışırdı? Zirə hazırda çempionluğa olmasa da bu realdır da. Yəni bu Qarabağla sən Zirə olaraq heç Neftçi bacarmır bu dəqiqə, Sabah bacarmır. Zirə olaraq sən ikincisənsə və bu stabil olaraq sən ardıcıl 2 mövsüm, 3 mövsüm rəng qatmısansa, oyunla, nəticənlə rəng qatmısansa, Avrokuboklardakı çıxışı da mən bura əlavə edirəm. Zirənin debütü və uğurlu hesab edirəm. Zirənin Avrokuboklar macerasını mən uğurlu hesab edirəm. Mərhələ adlaması, istər-istəməz təcrübədir futbolçular üçün, Rəşad Sadıqov üçün. Yəni burada Rəşad Sadıqov amili rol oynayır.
Əhsən. Doğrudan da əhsən. Elə mən deyirdim, bayaq sən də elə mənim sözümə Bəli. qüvvət verdin. Bəli, çempionat oyununa qayıdanda Tovuzdan, yəni doğrudan da Zirə komandasının, bəlkə də Tovuz da gözləmirdi ki, Zirə belə oynayar. Həm də erkən vurulan qol, hansı ki penaltidən fərqləndilər. Doğrudan da elə komandalar var ki, sən o dərəcədə professional futbolsun, sən oyunda olan o şeyləri, oyun disiplinası, Nizam intizamı. Sənin komandanda futbolçuların o dərəcədə nizam intizamlı olmalıdır ki, daha hesabda geri olmağı Ruhdan düşməyəsən. Sənin özünün öz planın var. Normal qaydada davam eləyirsən. Qaydada davam edirsən və sən evdə oynayırsan, sənin üstünlüyün odur, öz doğma tamaşaçılar qarşısında. Və sən məqsədivə də yetib, məsələn, bərabərlik qolunda vuracaqsan və yaxud da comeback edib, məsələn, qalib də gələcəksən. Amma bu oyun elə şey göstərdi ki, doğrudan da Zirə səfərdə getdi. Elə birinci qolu penaltidən, ondan sonra da İsa Cibrilo fərqləndi. Yəni, o boşluqları, o səhvləri bu oyunda Zirə imkan vermədi Tovuz komandasına. Ona görə də Babilənçərə komponentlərlə belə baxanda deyim ki, sənə rahat qələbə qazandı belə getdi. Yox, rahat deyildi, amma oradan da mübarizə, Tovuz komandası da mübarizə aparırdı, istəyirdi ki. Amma 6 xallıq mübarizə hesab eləmək olar da, yəni çox vacib 3 xal idi. 3 xal yanında. Çox vacib 3 xal idi. Yəni, mən də səndən razılaşıram.